Salam dəyərli izləyicilər, bugünkü video dərsimizdə biz düzxətli bərabər təcilli hərəkət, yəni düzxətli hərəkət mövzusunda, xüsusən düzxətli bərabər təcilli hərəkət mövzusuna aid bir sıra lazımi qaydaları deyəcəyik. Xatırladaq ki, bu qaydalar qızıl qaydalardır. Çünki bu qaydaları bilsək, artıq qrafik qurmaq, yəni xüsusən bərabər təcilli hərəkətdə, bildiyimiz kimi bərabər təcilli hərəkətdəki bir çox qrafiklər bəzi abituriyentlər üçün çətinlik yaradır. Ancaq bu qızıl qaydaları bildikdən sonra bu qrafiklərdə və buna bənzər testlərdə heç bir çətinliyimiz olmayacaq. Qızıl qaydaları bir neçə videoda sizə çatdıracağam. Bu videonun birinci hissəsidir. Demək, birinci hissədə biz sürətlə bağlı məsələləri aydınlaşdıracağıq. Demək, cisim x ox istiqamətində hərəkət edirsə, sürət vektoru x ox istiqamətində olur və bu zaman sürətin proyeksiyası sıfırdan böyük olur, həmçinin yerdəyişmənin proyeksiyası sıfırdan böyük olur. Bütün bu hallarda yol sıfırdan böyük olur. Yəni biz sürət zaman qrafikini çəkdikdə, qrafik birinci rübdə olacaq. Necə? Məsələn, cisim x ox istiqamətində bərabər sürətli hərəkət edir. Bu sürət zaman qrafikidir, yəni sürətin proyeksiyası zaman nasıl qrafiki Vx, yəni qrafik t oxundan yuxarıda olacaq. Daha sonra sürətlə bağlı ikinci məsələ. Cisim x oxunun əksi istiqamətində hərəkət edir. Cisim x oxunun əksi istiqamətində hərəkət edirsə, sürətin proyeksiyası sıfırdan kiçik olur və həmçinin yerdəyişmənin proyeksiyası sıfırdan kiçik olur. Yəni söhbət burada yenə deyirəm, düzxətli hərəkətdən söhbət gedir və bütün bu hallarda təbii ki, yol hər zaman sıfırdan böyük olur. Çünki yol müsbət skalyar kəmiyyətdir. Və sürət zaman qrafikində qrafik birinci rübdə qurulur. Fərq yoxdur, istər bərabər sürətli hərəkət etsin, istər bərabər yeniləşən, istər bərabər yavaşlayan. Bəyənib abunə olmağı unutmayın. Videonun ikinci hissəsi yaxın zamanda kanalımıza yerləşdiriləcək. Çox sağ olun, təşəkkürlər.